bu çanaq oynaq yeyilməsindən, artrozundan, koks artrozdan əziyyət çəkən insanlar daha yaxın əyləşsin, diqqətlə qulaq asın. Birdəfəmlik qurtulma yolu sadəcə kök hüceyrədir. Əməliyyata getməməyin yolu sadəcə kök hüceyrədir. Xanımda sağ bu çanaq oynağında, oynaq başında yeyilmə, oynaq arası məsafədə daralma var. 3-4 dərəcəli artrozu tam son həddə çatmasa da, amma artıq bir əməliyyatın belə deyək, qapısındadır bu durum. Hansı ki, endoprotez əməliyyatına artıq göstərişə doğru gedir. Bu anda həmən xəstəmizə yardım etməyə çalışdıq kök hüceyrə vasitəsilə. İcrasını görürsünüz, narkozsuz, kəsiksiz, ağrısız, xəstənin huş özündə yerli keyləşmə ilə olur, xəstə xəstəxanada qalmır. Göbək ətrafını yerli keyləşdirməklə bizə lazım olan qədər piy toxumasını aldıq. Əməliyyatxanadan kənara çıxmamaqla piy toxumasından hüceyrələri ayırdıq və saf şəkildə çox saylı hüceyrələri oynaq içərisinə yeritdik. Oynaq içərisinə yeridilməsi çox vacib bir, önəmli bir prosedurdur texniki cəhətdən. Əgər doğru yerə doldurmasaq bu hüceyrələri, sağalma da sözsüz ki, doğru düzgün getməyəcək və o yüzdən biz mütləq şəkildə bunu əməliyyatxana şəraitində, rentgen altında görə-görə iynə ilə birbaşa düşdüyü oynaq yarığının içərisinə kontrast maddə ilə boyadıq və oynağın bütün boyun hissəsi, kapsulası boyandandan sonra ki, əmin oldum %100 oynaq içindədir bizim iynəmizin son nöqtəsi. Sonra da kök hüceyrəsini doldurduq və kök hüceyrə oynaq içərisinə düşdüyü andan artıq təmir, bərpa işləri başlayır. Yəni, harada qığıdada zədələnmə varsa, harada sümükdə problem varsa, harada qığıdada yeyilmə varsa, artıq onun yenilənməsi prosesi başlayır və bu yenilmə prosesi 1 il, 2 ilə qədər davam edir. Ümid edirəm inşallah bizim anamız da sağlam həyatına dönəcək. Hansı ki, sizlərə əməliyyat deyirlər, protez deyirlər, o protezlər bir xatirə olaraq yadda qalacaq ki, artıq mən əməliyyat olmadım və sağaldım, öz oynağımla, öz həyatıma davam edirəm. Keçmiş olsun.